Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi xalçaçı rəssam, müəllim Əliyeva Mehriban Ceyhun qızının ilk fərdi yaradıcılıq sərgisi baş tutub. Layihə rəhbəri Aygün Əzizovanın olduğu sərgi "Hər rəngdən bir dünya" adlanır. Sərgi zamanı rəssamın diplom işi olan Azərbaycanın milli qəhrəmanı General-Mayor Şəhid Polad Həşimovun xatirəsinə həsr olunmuş "Xatirələrdə Polad" adlı xalça üzərində portretinin təqdimatı keçirilib. Ümumilikdə sərgidə xalçaçı rəssamın müxtəlif texnikalarda 25 əsəri sərgilənirdi. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova qeyd edib ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyət tarixində özünə məxsus yer tutur. 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə, mədəni irsimizin təbliğinə göstərdiyi diqqət və qayğısı Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan muğam sənəti və Azərbaycan aşıq sənətindən sonra milli xalça sənətimizin bu siyahıda yer alması mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə uğurlu addımdır. Xalçaçı rəssam Mehriban Əliyeva da minillik tarixi olan və ölkənin mədəni irsinin mühüm bir hissəsini təşkil edən qədim el sənətini yaşadanlardan və davamçılarından biridir. Mehriban xanımın əsərlərində Azərbaycançılıq ideologiyası, Azərbaycan tarixinin dünəni, bugünü, gələcəyi, xalqın mübarizliyi öz əksini tapır. Mehriban xanım xalçaçılığın bütün qaydalarına düzgün əməl edərək müxtəlif texnikalarda gözəl əsərlər meydana gətirmişdir. Sərgidə fəxri qonaq olaraq iştirak edən Xebertime portalının rəhbəri Yeganə Telman qızı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinayda Mirzəzadə, fəlsəfə doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Rövşən Hacıyev, stomatoloq Nurağa Vəlizadə rəssamın əsərlərindən böyük zövq aldıqlarını bildirdilər və gələcək fəaliyyətində uğurlar arzuladılar. Sonda xalçaçı rəssam Mehriban Əliyeva Beynəlxalq Qaleriya tərəfindən ilk fərdi yaradıcılıq sərgisinə görə diplomla təltif olundu və xatirə fotoları çəkildi.